Salam əziz dostlar, Azərbaycan dilindən belə bir mövzunun izahına baxırıq. Sözün hərf və səs tərkibi. Sözün hərf və səs tərkibi arasında iki fərq özünü göstərir. Birinci fərq kəmiyyət fərqidir. Digər fərqi isə keyfiyyət fərqidir. Kəmiyyət fərqi dedikdə sözün yazılışı ilə tələffüzü arasında səs və hərfin sayca fərqlənməsi nəzərdə tutulur. Bu özünü iki cür göstərə bilər. 1. Səs düşümü. Səs düşümü dedikdə sözün yazılışında olan səslərdən biri tələffüzdə düşmüş olacaq. Məsələn, saat yazırıq, tələffüzdə A-nın biri düşür. 4 hərf var, 3 səs var. Və ya təəssüf yazırıq, tələffüzdə Ə-nin biri düşür. Səs düşümü həm saitlərdə özünü göstərə bilər, həm də samitlərdə özünü göstərə bilər. Məsələn, neftçi yazırıq, tələffüz edərkən neftçi şəklində tələffüz edəcək. T samiti yazılışda düşmüş olacaq, daha doğrusu tələffüzdə düşmüş olacaq. İkinci yolu isə səs artımıdır. Səs artımı. Səs artımı özünü necə göstərir? Səs artımı, məsələn, yazırıq babamla, tələffüz edirik babamla. Diqqət yetirsək, babamla sözündə 1, 2, 3, 4, 5, 6, 7 hərf var, 8 səs var. Bundan başqa biz sait qoşalığın arasına y səsinin daxil olması qaydasında bilirik. A i saitində, i a saitində, ə i ə və i o saitlərində tələffüz zamanı araya y səsi daxil olmuş olacaq. Məsələn, a ilə yazırıq, tələffüz edirik a ilə. Dialoq yazırıq, tələffüz edirik dialoq. Zəif yazırıq, zəif tələffüz edirik. Təbiət yazırıq, təbiət tələffüz edirik. Radio yazırıq, radio tələffüz edirik. Yəni, yazılışı ilə tələffüzü arasında səs fərqi var. Səslər yazılışdakı, yəni hərflərdən çoxluq təşkil etmiş olur. Bu ikinci fərqdir. Bu oldu bizim kəmiyyət fərqimiz. İkinci baxacağımız keyfiyyət fərqidir. Keyfiyyət fərqi dedikdə isə səs dəyişməsi nəzərdə tutulur. Səs dəyişməsi. Səs dəyişməsi. Yəni, bu necə olur? Məsələn, uşaq yazırıq, tələffüz edirik uşaq. Q yazdığımız halda x tələffüz etdik. Səs dəyişdi. Və elə söz ola bilər ki, orada həm kəmiyyət fərqi özünü göstərsin, həm də keyfiyyət fərqi özünü göstərsin. Məsələn, burada babamla sözünü yazmışıq. Babamla sözündə l, n-yə keçib, həm də bir səsdə artıb. Həm keyfiyyət fərqi var, həm də kəmiyyət fərqi özünü göstərmiş olur. Bəzi sözlərdə var ki, orada həm səs düşümü baş verir, həm də səs artımı baş verir. Və nəticədə yazılışı ilə tələffüzü arasında kəmiyyət fərqi əmələ gəlmir. Məsələn, belə sözlərdən biz deyə bilərik təəssüflə sözünü. Təəssüflə sözündə Ə-nin biri düşür, n səsi isə artır. Nəticə itibarilə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9
hərf 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 da səs var. Yəni biri düşdüyü halda diğeri artdığı üçün kəmiyyət fərqi yaranmayıb. Belə nümunələrimiz də var. Belə.